Linus Pauling 1950-ci illərdə artıq sübut edibdir ki, yüksək dozda vitamin C ilə bunu müalicə eləmək olar. Hələ mən demirəm doktor Kellini, Manuel Revichini, doktor Ike Hammerin, hələ mən minlərlə adamları bilirəm ki, indi vaxtı almayaraq deyə onlar hamısını demirəm. Bir səbəbi var. Deməli, bunu xüsusi əngəlləyən qrup var. Protokolları verirlər hər onkoloqları ölkədə Səhiyyə Nazirliyinə verir Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatına verir beynəlxalq imperialistlərin xüsusi qrupları. Belə geniş götürsək, onlar bütün sahələrdə insanları əngəlləyir. Götürsək ki, 1930-cu illərdə elektromobillərin olduğu dövrdə onları bir 30 min Henry Fordun yaratdığı elektromobilləri geri yığdılar ki, əngəlləsinlər. 100 ildən sonra biz buna gəldik, çıxdıq. Hələ Henry Fordda gücü çatmadı onlara qarşı çıxsın. Hələ Tesla'nın demirəm, o Henry Morgan onun bütün laboratoriyasını məhv elədi ki, simsiz, naqilsiz elektrik enerjisi ötürülsün. Hələ digər texnologiyalar və s. Bizim öz geniş qrupumuz var, elmi qrupumuz. Ona görə bizim məlumatımız var bu haqda. Amma onkoloji cəhətdən gələndə bax, sırf budur səbəb. Niyə görə artır? Çünki bunu bilərəkdən əngəlləyirlər bunun inkişafını. 500 effektli üsulları daxil eləmirlər protokollara.